Ah! Hər kəsə salam dostlar. Çevrədəki canlar marafonumuz davam edir. Marafonumuzun bugünkü qonaqları ilə görüşümüzü uzun zamandır planlaşdırdıq, amma bu günə qismət imiş. Türklər demişkən bəyaz pərdədə bir-birindən gözəl obrazları özünə məxsus canlandıran, televiziya kanallarında səhərimizi bol enerji ilə açmağımıza səbəb olan və sonuncu altın kələbək mükafatçısı olan qonağımız Dəniz Tacəddindir. Azerbaycan'ın parlayan yıldızı. Salam Türkiye, salam Azerbaycan. Salam Bulut, sizi və bütün tamaşaçılarımızı, bütün heyvan sevərləri ürəkdən salamlayıram. Nəinki mən, eyni zamanda da Miki. Salamladı. Heç məni salamlamır məncə. Parçalamaq şeyindədir, pozisiyasındadır. Biraz var da, biraz var, biraz vəhşiliyi var oğlumuzun. Hazırıq. Sabit. Всё, getdik. İlk dəfə heyvan sevginizin olduğunu necə hiss etmisiniz? Yəqin ki, ən körpə vaxtlarımdan. Məncə heyvana sevgi biraz ailədən tərgin olunan bir anlayışdır. Valideynlərdən. Mən valideynlərim, ətrafım çox sevirlər heyvanı. İlk heyvanım demək 5 yaşımda olub. Atam mənə 5 yaşımda bir dovşan almışdı. Bugünə kimi yadımdadır. Adını da Bell qoymuşdum. Niyə Bell? Deməli, Beauty and the Beast belə bir cizgi filmi var idi. Oradakı qızın personajı mən balaca Dəniz olaraq uşaqlığımda çox xoşuma gəlirdi. Görünür ki, onun şərəfinə qoymuşam o dovşanın da adını. Hər səhərlər gəlib balkondan oyadırdı məni, giymək istəyirdi. Çox sevirdim onu. Düzdür, çox az yaşadı bizimlə. Daha sonra heç aqibətini o qədər xatırlamıram necə oldu. Deyəsən evdən qaçmışdı. Amma yenə də bax, indiyə kimi də xatırlayıram onu. Çox sevirdim. Düzdür, daha sonraki illər istəyirdim evdə pişiyim olsun, itim olsun, amma təəssüf ki, valideynlərim bunu istəmirdilər. Amma uşaqlıq yaşlarımdan, nə bilim, aşiq idim də heyvanları çox sevirdim. Bizim gəncliyin ən böyük, daha doğrusu bizim uşaqlığın ən böyük problemlərindən biri valideynlərimizin heyvan sevgisi ilə olan mübarizəmizdir. Xüsusilə sevdiyiniz heyvanlar var ya yox? Mən məsələn özümdən deyim ki, bütün heyvanları sevirəm əlbəttə ki, amma itlərə və atlara belə çox fərqli bir sevgim var. Məsələn, bəsləməli olsam ilkin olaraq, yəni it və at bəsləyərəm. Sizdə bəs nəsə var? Mən də bütün heyvanları sevirəm. İtləri, pişikləri, atları da çox sevirəm. Eyni zamanda da bilirsiniz, yəqin ki, mənim üçün birinci yerdə yenə də pişiklərdir. Uşaqlıq yaşlarından pişiklərdir. Elə insanlar olaraq iki kateqoriya bölünür. Kim it sevənlər, kim pişik sevirlər. Yadımda da uşaq yaşlarımda bir dəfə bir it hürmüşdü üstümə, ondan qorxu qalmışdı. Amma itlərə o qədər böyük sevgim var ki, o sevgi o travmanı da aşmağıma gətirib çıxartmış. İndi mən harada itləri görsəm, nə bilim, çox sevinirəm də, üstlərdə gedirəm. Onlar da onu hiss edirlər. Nə zaman ki, ümumiyyətlə buradan da yəqin ki, insanlara səslənib demək lazım ki, heyvanlar qorxulu deyirlər, itlər qorxulu deyirlər. Onlar əksinə özlərini qoruyurlar. Çox yaxınlaşmağa qorxuram, ona görə biraz məsafə saxlayın. Biraz həyasız olandı, bəli. Pandemiya dövrünün şeydir, pişiyidir yəni. Təsadüfən o dönəmlərdə almamısınız? Bilirsiniz, əslində Miki ilə tanışlıq hekayəmiz çox maraqlı olub. Biz ailə həyatı qurandan sonra həyat yoldaşımla mən də çox istəyirdik heyvanımız olsun, çox sevirdik. Həm də Bengal cinsini çox sevirdik, amma heyvanların alışına, ödəniş edib alışına qarşıydıq hər ikimiz. Onu istəmirdik qətiyyən. Ən doğrusu. Və Miki də əslində bizim həyatımıza belə daxil olub. Demək, mən həmin dövrdə işləyirdim ictimai televiziyada və həmkarımla danışanda heyvan mövzusundan danışırdıq. O mənə soruşdu ki, bəs sən pişikləri sevirsən? Dedim, hansı cinsi? Dedim, bengallardan çox xoşum gəlir. Ona leoparda oxşayırlar, çox gözəl naxışları olur. Sadəcə olaraq belə söhbət elədik, keçdik növbəti süjetimizə. İndiyə kimi yadımdadır, 2022-ci ilin fevral ayının 23-ü idi. Mənim prodüserimiz dedi ki, Dəniz xanım, sizə hədiyyə göndəriblər, nəsə bir bağlama var. Dedim, zəhmət olmasa gətirərdiniz. Bir tərəfdən fikirləşirəm, nə yaxşı efirin sonudur. Çünki mən orada yaşadığım emosiyaları heç də ilə əvəz edə bilmərəm. Gətirdilər belə bir bağlama və üzərində də qırmızı lent vurulmuşdu. Açdım, bir də gördüm Miki.
Gələn-gələ. Bugün ki, hansısa tamaşaçım görüb mən benqallara olan sevgimi və bu haqda danışanda. Ondan sonra hədiyyə göndərib, amma təəssüf adını da yazmamışdı. Mən istəyərdim təşəkkür eləmək. Ən azından əgər buradan məni izləyirsə, çox sağ olsun. Bizim evimizin ailə üzvünü tapmasına səbəbkar olub. Və biz hər zaman sayırıq ki, Miki bizim birinci oğlumuzdur. Bizim ailəmizin ilk övladıdır. Əvvəla Mikinin hal-hazırda qorxusunun olmanın səbəbi odur ki, elə bilir ki, biz onu veterinara çıxartmışıq aparmağa. Və çünki biz onu küçəyə çıxartmırıq. Daha çox ev uşağıdır, evdə qalır, evdə yaşayır. Biz hərdən qaçmaq istəyir. Qısırlaşdırmışıq Mikini, amma hərdən qaçmaq istəyir evdən, amma yenə də biz onu evdən çıxartmırıq. Düşünürük ki, elə evdə qalsın. Elə onda yerinə gəlmişkən sual verim də, evdə saxlamağın nə kimi çətinlikləri var? Bilirsiniz, heyvanların qısırlaşdırılmayanda düşünürəm ən böyük problem olur. O baxımdan ki, onlar evdə hər yeri işarə eləməyə çalışırlar və bu da pis qoxuya gətirib çıxarır. Mənim tanışlarım olub, hansıların ki, evlərində onlar heyvanı qısırlaşdırmayıblar, yaxşı düş aşağı. Oğlum. Qısırlaşdırmayıblar və bu halda gəlmir ki, gəl, oraya getmə anam. Biraz natəmizliyə gətirib çıxarır. Amma belə baxanda Mikinin hər zaman peyvəndlərini eləyirik. Daha sonra əlinizi yaxınlaşdırın, qoy iynəsini görsün, siz onu tutmaq istəmirsiniz. Belə, amma dağıdıb tökmək baxımından, haralarısa cırmaqlamaq baxımından. Onun ancaq cırmaqlamaq məsələsi bizim diqqətimizi cəlb eləmək məsələsində olur. Bilirsiniz, çox ağıllı oğlandır. Bizim Mikinin balaca qardaşı var, bizim oğlumuz. O da yaş yarımdır. Maşallah, Allah saxlasın. Əslində elə əvvəldə vurğuladığım məsələ bununla bağlı idi ki, biz daha əvvəllər çəkiş eləmək istəyirdik, amma bu balacamızın yolunu gözləyirdik deyə ona görə biraz ərtələməli olduq. Çünki əsas məsələ onun gəlişi idi. Bilirsiniz, Bulud, bəzən sosial şəbəkələrdə də, buradan da istəyərdim insanlarımıza səslənmək, sosial şəbəkələrdə, müxtəlif heyvansevər səhifələrdə görürsən ki, öz heyvanının şəklini, videosunu paylaşır. Deyirlər ki, ailəmizdə körpə uşağı olacaq, ona görə biz bu heyvandan qurtulmaq istəyirik. Düşünürəm ki, bu tamamilə əsassızdır. İnanın ki, baxın, mənim heyvanım, mənim pişiyim, Miki, baxmayaraq ki, daha vəhşi kateqoriyadadır və daha aqressiv ola bilər. Amma o körpə uşaqla özünü o qədər yaxşı aparır. Bu əslində digər heyvanlara da aiddir. Bəzən insanlar düşünür ki, pişiyin tükü uşağın ağzına gedəcək, daha sonra pişik aqressiya göstərə bilər, uşağa qarşı qısqanclıq halları ola bilər. Bir şeyi bilin ki, həkimlər də bunu deyir ki, o heyvanlar, o pişiklər, daha doğrusu o uşaqlar, pişik, uşaq mənim üçün biraz eynidir, ona görə fikir verməyin. O uşaqlar, hansılar ki, pişiklərlə, oğlum gedək o tərəfə, o bağışla, gedək ora, gəl, Miki. O uşaqlar hansılar ki, pişiklərlə böyüyürlər, o uşaqların immun sistemi də daha güclü olur, o uşaqlar daha mərhəmətli böyüyürlər, gələcəkdə heyvan sevgisi ilə böyüyürlər və nə xoş o insanların, o cəmiyyətin halına ki, harada heyvanlara qarşı mərhəmət var, heyvanlara qarşı sevgi var. Ümumiyyətlə, bir cəmiyyətdə, harada ki, sən özündən zəifə, sevgi göstərirsənsə, mərhəmət göstərirsənsə, mütləq şəkildə özündən güclüdən də o mərhəməti, sevgini və ədaləti görəcəksən. Eynən, bizim psixoloq müsahibəmiz var idi. Orada Aytən xanım da vurğulamışdı ki, heyvanlarla böyüyən uşaqlar bioloji və belə deyim də zehni və əqli cəhətdən beyin olaraq sözünüzə qüvvət. Biz psixoloqumuz Aytən xanımla da müsahibə götürəndə vurğulamışdı ki, heyvanlarla böyüyən uşaqlar fiziki və əqli cəhətdən tamam fərqli inkişaf edirlər. Yəni onlar həm gələcəyə qarşı, gələcəkdəki hər hansısa bir şeylə, istər ailə baxımından, istər hansısa bir oyuncağı baxımından daha məsuliyyətli və daha həssas yanaşırlar. Çünki bilirlər ki, oyuncaq düşüb qırılanda onu yenisini almaq olur. Amma heyvanı incidəndə heyvan bəlli bir müddət sonra ondan uzaqlaşır. O da onlara pis təsir eləyir. Növbəti dəfə o səhvi eləyib o heyvanı incitmir. Bir də ki, mən düşünürəm ki, bizim mütləq şəkildə heyvan evimizdə deyilsə, o demək deyil ki, o bizim həyatımızda deyil. Əgər yaşadığınız yerdə
pişik, it görürsünüzsə, onlarla rastlaşırsınızsa, bilin ki, Allah sizi ona ruzu verməyə səbəbkar seçib. Yəni bilin ki, o da sizin həyatınızın həmin vaxt kəsiyində qismətinizə yazılan heyvandır. Əgər siz o pişiyin qarnının doymasına, su içməyinə səbəb olursunuzsa, nə xoş halınıza bu həyatında fikir verməyin. Bu gün Miki şuluqluq eləyir. Miki, şuluq olma. Hə. O Azərbaycanlarda söz var, bax özümü pis yaparsan atava deyəcəm. İndi mən də ona deyirəm. Bəsdir. Dinozavru çağıracam. Hətta belə deyim, siz indi deyirsiniz, qarşımıza çıxırsa, biraz insanlar belə bir egoda yaşayırlar ki, elə bilirlər dünya təkcə onlar üçündür. Amma məncə, yəni it, pişik, hətta yəni onların əhilləşdirilməsi, bizə daha yaxın olmağı, hansısa bir onların belə deyim də funksiyasını daşıyır. Yəni Allah onu o funksiyanı onlara verib və göndərib bura bizə xidmət üçün, dünyada hər hansısa bir şeyə xidmət üçün. Necə yəni ətrafda deyək ki, pişiklər olmasa sıçanlar artır, nə bilim itlər olmasa pişiklər artır. Bunun kimi bir şeydir. Yəni buradan insanlara səslənmək istəyirəm ki, yəni dünyamız, çevrəmiz ancaq bizim üçün deyil. Əgər Allah məsləhət bilib bu heyvanları da yaradıbsa və bizə yaxın eləyibsə, deməli onun hansısa bir mənası və daşıdığı bir şey var da, yük var. Yük də deməyimi, hətta sözü belə tapa bilmədim. O qədər həssas mövzudur. Bir missiyası var yəqin ki. Eynən, hə, missiyasıdır. Həssas mövzudur mənim üçün, ona görə emosionallaşmağa başladım. Yəni onların da bir missiyaları var. Dünya ancaq bizim üçün deyil. Bu heyvana əgər sizin imkanınız varsa, hansısa köməkliyi, mərhəməti göstərəsiniz, ən azından siz ona yemək verə bilmirsinizsə, ən azından şiddət göstərməyin. Adicə bizdə körpə uşaqları valideynləri itlə qorxuzanda, bax indi it gələcək deyəndə insanda bu çox üzür. Əsas da heyvan sevənləri üzür. Sən itdən niyə qorxursan axı? İtə sən mərhəmət göstərdiyin halda o səni niyə incitsin, niyə səni dişləsin? Adicə ölkədə gəzəndə görəndə itlər insanı görən kimi necə qorxub qaçırlar. Mən adətən səhər tezdən səhər verilişinə işə gedəndə yolda görürəm səhər saat 5-də, 5:30-da küçə heyvanlarından məhz itlər qaçırlar ora-bura. Çünki arxayındırlar ki, insanlar yoxa çıxa bilərlər. Amma günorta sən o itləri görmürsən. Çünki insanlarla ünsiyyətdən çox qorxurlar. Daha mərhəmətli olaq, daha sevgi dolu olaq. Amma bunu deyək ki, siz də mənlə razı olasınız. Görünür Miki də razıdır. Son 1-2 ildir ki, heyvanlara qarşı mərhəmət cəmiyyətimizdə çox artıb. Məsəl üçün sığınacaqların olması, insanların, əsas mən düşünürəm burada sosial şəbəkələrin böyük rolu var. Heyvan sevənlərin bir-birini tapması, heyvansevər səhifələrin olması, insanların heyvanlara dəstəyi, qınamağı, heyvanları incidən insanları qınamağı. Çünki bizim cəmiyyətimizdə insanlar bəzi hallarda qınaqdan çox qorxurlar. Bax, belə hallar ən azından yaxşı nəticəyə gətirib çıxarır. Bəli, sözünüzə qüvvə çox düzgün vurğulayırsınız. Əslində elə bu baxımdan sizə xüsusi təşəkkür eləmək istəyirəm ki, bizi də o ictimaidə səhər verilişinə dəvət eləmişdiniz və orada bir xüsusi yer ayrılmışdı ki, biz heyvanlara olan münasibətdən az da olsa danışdıq. Yəni mən az da olsa nə mənada deyirəm. Mən sadəcə heyvansevər olaraq yanaşıram da bu işə. Heç bir mütəxəssisliyim yoxdur, heç bir təhsilim yoxdur. Sadəcə heyvan sevgim olduğu üçün sırf bu istiqamətə, siz də bayaq dediyiniz kimi, bizdə biraz cəmiyyətdə insanların yanaşması fərqlidir. Az da olsa o yanaşmanı dəyişmək üçün əlimdən gələni eləməyə çalışıram. Deyirsiniz, uşaq vaxtı o qədər qorxudurlar, o qədər məsələn çevrəmdə adamlar olub ki, deyir, mən xoşlayıram pişikləri də, itləri də, başqa heyvanları da. Amma uşaqlıqdan o qədər onun alt yapılarında, şuuraltılarında qorxu yaradıblar. Artıq toxuna bilmirlər, istəsələr belə, sevgiləri olsa da yanaşa bilmirlər. Buradan da valideynlərə səslənmək istəyirik ki, yəni uşaqlarımızı ümumiyyətlə qorxutmayın, yəni heyvanlarla da heç qorxutmayın. Çünki gələcəkdə onlar üçün çox mənfi təsirləri olur. Bir də heyvanları yaxından tanıdıqca sən anlayırsan ki, hər pişiyin, hər itin öz xarakteri var. Onlar hamısı fərddir, hamısı fərqlidir. Və sən onlara necə yanaşırsansa, o da onu hiss edir səndən, o mərhəməti mütləq şəkildə duyur. Bir də məsəl üçün son zamanlar məni nə sevindirir? Deyək ki, küçədə gedəndə görürsən ki, pişik yolun ortasında uzanıb. Bu sevindirici haldır. Deməli, o pişiyə təpik vuran yoxdur. O pişik özünü daha komfortlu və güvənli hiss eləyə bilir. Və eyni zamanda da çox sağ olsun bütün insanlar, kim ki bacardığı iyanəni eləyir, bacardığı mərhəməti göstərir, bacardığı bir tikə yeməyi gətirib heyvanların qarşısına qoyur.
Təbii ki, görürəm çox dəcəldir. Ona Bəli, görə var belə bir sual belədir. vermək istəyirəm ki, evdə də dəcəllik eləyir, hansısa bir olaylar çıxardırmı? Onun dəcəlliyi nədən ibarətdir? Demək, mən evdə oturub istəyirəm özümlə tək qalım, ya işləyim, hansısa işlə məşğul olum. Yaxşı, düş. Hə. Hey. My goodness. Olmaz. Bax. Siz bunu onu saxlayın, mən Ay. Oh.